Azərbaycan televiziya məkanında intellektual üslubu və mədəniyyətimizə töhfələri ilə seçilən Xəzərin sahilində proqramının 10 illik yubileyi münasibətilə tədbir təşkil olunub. Yubiley tədbirində həm də layihənin eyni adlı kitabının təqdimatı keçirilib. 2016-cı ildə Spice TV-də fəaliyyətə başlayan və 10 ildir ki, Azərbaycan televiziya məkanında özünə məxsus dəsti xətti, intellektual ab-havası və mədəniyyətimizə böyük töhfələr verən məzmunu ilə seçilən Xəzərin sahilindən verilişi daha bir əlamətdar hadisəyə imza atıb. İllərdir yorulmadan çalışaraq verilişin hər bir buraxılışını ərsəyə gətirənlər bu günlərdə həm proqramın 10 illik yaradıcılıq yubileyini qeyd edir, həm də yubiley münasibəti ilə işıq üzü görən eyni adlı möhtəşəm kitabın təqdimatı haqlı sevincini yaşayırlar. Bu vəziyyət sizin qiymətinizdir. Yaxşı ki, varımsınız. 10 illik şərəfli yolun qeyd olunduğu bu möhtəşəm tədbir əsl ziyalı məclisinə çevrildi. Tədbirdə ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, media mənsubları, tanınmış ziyalılar bir araya gəldilər. İki qat bayram münasibəti ilə səhnəyə çıxan tanınmış qonaqlar layihənin ölkənin mədəni həyatındakı əvəzsiz rolundan danışdılar. Spice televiziyasına Xəzərin sahilindən verilişin 10 illiyi həqiqi bir bayram əhval-ruhiyyəsi yaradır. Biz bugün həmin bayram əhval-ruhiyyəsindəyik və bir daha Spice televiziyasının rəhbərliyinə və Xəzərin sahilində verilişinə bir daha ürəkdən salamlayıram, bir daha təbrik edirəm. Gözəl tədbirdə iştirak edirəm. Xəzərin sahilində verilişinin 10 illik yubileyidir və onun daimi aparıcısı mənim adaşım Fəxriyə xanımı ürəkdən təbrik edirəm. Ona görə ki, Fəxriyə xanımla mən uzun illərdir tanışam. O da uzun illərdir mediada, televiziyada, radioda fəaliyyət göstərir və müsahibi də olmuşam. Çox böyük maraqla onun verilişində iştirak etmişəm. Əziz dostum, mənim qələm yoldaşım, gözəl xanım, əsl Azərbaycan xanımı, Fəxriyə xanımın, nə deyim, tək verilişlə bağlamıram. Onun günüdür. Onun şad günüdür. Və mən də bir dost kimi onun bu gününü, bu sevincini bölüşməyə gəldim. Amma həm də məlum oldu ki, onun o gözəl verilişinin doğrudan da milyonlarla tamaşaçısı olan, sevilən, az bir müddətdə rəğbət qazanmış və uzun ömürlü bir proqramının bugün həm də 10 illik yubileyidir. Bu veriliş 20 ildə, 10 ildə və daha doğrusu heç dəyişmədi. Öz səviyyəsini necə ilk gündən tamaşaçıların rəğbətini qazanıb, o cürdə bu 10 ildir davam edir. Seçmə insanları, cəmiyyətdə sözü, cəmiyyətdə təbliğ olunmağa haqqı olan insanlar bu verilişdə var. Və ona görə də böyük məmnuniyyətlə görürsünüz, hamı burada bu gün də bu yubiley tədbirinə yığışıb. Space kanalı başda olmaqla bütün əməkdaşlarımıza təşəkkür edirik və bu kitab deməli Xəzərin sahilindən adı kimi bugün gözəl Bakımızın sahilində bu kitabı təqdimatıdır. Tamaşaçıların görünüşünə həmişə milli mənəvi dəyərlərlə, hər zaman gözəl müsahibələrlə çıxmağa çalışır və Space televiziyasında yayımlanan Xəzərin sahilində verilişi Milli Mətbuatın 151 illiyində artıq bir kitabla gəldi. Artıq bu müsahibələr bir kitaba çevrilib, sözə çevrilib. Qeyd edək ki, verilişin yubileyi münasibəti ilə işıq üzü görən nəşrdə layihənin 10 il ərzində yayımlanan, sənət tariximizə iz qoyan ən yadda qalan müsahibələr, maraqlı söhbətlər və unudulmaz anlar toplanıb. Bir sözlə bu kitab ötən 10 illiyin bədii publisistik mənzərəsini əks etdirən dəyərli sənət əsəridir desək, yəqin ki, yanılmarıq. Tədbir çərçivəsində müxtəlif sənət adamlarına mükafatlar da təqdim olundu. Vəfa Abdullayeva, Diana Cəlali, Hafiz Əliyev, Spice xəbər.